Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu gün, yəni 9 mart 2026-cı ildə 11-ci siniflərin buraxılış imtahanı Azərbaycan dili suallarının izahlarını təqdim eləyirəm. İzaha keçmədən öncə kanala abunə olun ki, paylaşılan videolardan ödənişsiz olaraq faydalana biləsiniz. Eyni zamanda bizim dərslərimizə qoşulmaq istəyən abituriyentlər 055 418 82 02 nömrəsi ilə bizimlə əlaqə saxlaya bilər. Gəlin vaxt itirmədən keçək sualların izahına. 31. Tərzi hərəkət zərfinin təsriflənməyən feilə aid olduğu nümunələri müəyyən edin. Tamamilə xəbərsiz idi. Necə? Gəliblər. Burada gəliblər təsriflənən feildir. Birinci nümunədə təsriflənməyən feil yoxdur. Belə danışmağın heç bir əsası yoxdur. Burada danışmaq məstərdir, belə əvəzlikdir. Bizdən zərf istəyir. Əslində necə danışmağın deyib buna sual verə bilirəm. Belə əvəzliyi zərfin yerində işlənib sadəcə, amma zərf deyil. Onlar ev yiyəsi ilə gülə-gülə salamlaşıb içəri keçdilər. Burada salamlaşıb feili bağlamasına gülə-gülə feili bağlaması aiddir. Yəni gülərək salamlaşıb. Burada feili bağlama feili bağlamaya, yəni təsriflənməyən feil aiddir. Şuşada çiyin-çiyinə döyüşdüyü dostlarını heç vaxt unutmurdu. Çiyin-çiyinə necə nəcür bu zərfdir, nəyə aiddir? Döyüşdüyü, dıq üstə gəlinsin mənsubiyyət feili sifətinə aiddir. Deməli 4-ü götürmək olar. Öz uğurlarından iftixarla danışan sədr indi susmuşdu. İftixarla necə nəcür bu zərfdir, danışan feili sifətinə aiddir. Deməli təsriflənməyən feilə aid olan zərf var. Dilucu təşəkkür edib çölə çıxdı. Burada dilucu zərfdir, təşəkkür edib feili bağlamadır. Deməli zərf təsriflənməyən feilə aiddir. Doğru cavab 4, 5, 6 olacaq C variantı. 32. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Doğru fikir istəyir bizdən. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Burada dəlalət edir feildir və söz birləşməsi formasında deyil. A bəndi yanlışdır. Quruluşca mürəkkəb xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Bəli, dəlalət edir. Quruluşca mürəkkəb feildir. Xəbər şəklindədir, çünki indiki zamandır. Eyni zamanda xəbərdir cümlə özü kimi xəbərin ifadə vasitəsidir. B bəndi doğru fikirdir. Feillər qaydiş və məlum növdədir. Dəlalət edir, bu məlum növdür. Qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə. Göstərilmək, diqqət göstərilmək. Bu, kimsə tərəfindən diqqət göstərilir, məchul növdür. Ona görə qaydiş növdədir deməsi yanlışdır. Feilin bütün təsriflənməyən formalarına aid nümunə işlənmişdir. Burada qazandığı feili sifət var, göstərildiyi feili sifət var, məsdər və feili bağlama yoxdur. Şəxsi və kəmiyyətə görə dəyişməyən feillər eyni cümlə özü vəzifəsindədir. Şəxsi və kəmiyyətə görə dəyişməyən feillər təsriflənməyən feillərdir. Onlar da eyni cümlə özü vəzifəsində deyil. Nəyə görə? Çünki uğurlar dəlalət edir nə? Uğurlar. Hansı uğurlar? Ölkəmizin beynəlxalq arenada qazandığı. Bu təyindir. Nəyə dəlalət edir? İdmana qarşı xüsusi diqqət göstərildiyinə. Bu da tamamlıqdır. Yəni biri təyindir, digəri tamamlıqdır. Eyni cümlə üzvü deyil, yanlışdır. Doğru cavabımız oldu. B variantı. 33. Nümunələr əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Nümunələrin hər ikisinə aiddir. Yalnız birinə aiddir. Nitq hissəsi ilə ifadə olunan həmcins üzvlər işlənmişdir. Deməli, gəncliyim, şərəfim, müqəddəratım. Nə gəncliyim, nə şərəfim, nə müqəddəratım. Burada nitq hissəsi ilə ifadə olunub gənclik. İsim, şərəf, isimdir. Deməli, birinci tərəfə doğrudur. İkinciyə baxırıq. Qayıt, yerinə qoy, ayı, günəşi. Sən qayıt, sən yerinə qoy. Hər ikisində feillə ifadə olunub, yəni nitq hissəsi ilə ifadə olunmuş həmcinslik var. Deməli, biri götürmək olar. Baş üzvlərdən birinin həmcinsliyi var. Bəli, burada mübtədanın həmcinsliyi var. İkinci tərəfdə xəbərin həmcinsliyi var. Deməli, bu da doğru fikirdir. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Yanlışdır, çünki bu yalnız birinciyə aiddir. İkinci tərəfdə xəbərin həmcinsliyi var. Eyni zamanda ayı, günəşi, nəyi, tamamlığın həmcinsliyi var. Yəni ikinci cümlədə mübtədanın həmcinsliyi yoxdur ki, mən orada uzlaşma əlaqəsinin əsas tərəfi deyə bilim. Hər iki cümlə üzvü həmcinsdir deyir burada. Deməli, hər iki fərqli cümlə üzvü daha doğrusu. Birinci nümunədə yalnız mübtədanın həmcinsliyi var. İkinci cümlədə xəbərim var, eyni zamanda tamamlığım var. Yəni, iki fərqli cümlə üzvündür, bu yalnız ikinciyə aiddir. Deməli, 4-ü götürmək olar. Həmcins mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Bu yanlış fikirdir. Həmcins mübtəda birinci tərəfdədir, o da sözlərlə ifadə olunub, söz birləşməsi ilə yox.
Həmcins tamamlıqlar işlənmişdir. Bəli, ikinci tərəfdə işlənib, yalnız birinə aiddir bu. Deməli, 1, 2, 4 və 6 düzgün cavabımız Y variantı olacaq. 34. Klasteri tamamlaya bilməz. Açıq, aşkar və uşaq canlı sözləridir. Deməli, uşaq canlı tələffüz olunur. Uşaq canlı formasında. Açıq, aşkar tələffüz olunur. Açıq, aşkar formasında. Deməli, 3 cingiltili samit işlənmişdir. Uşaq canlıda Ş, X, 2 dənə kar var. C, N, 3 dənə cingiltili var. Burada 3 cingiltili uyğun gəlir. İkinci sözdə Ç, Ş kardır. G, C, R 3 dənə cingiltilidir. Deməli 1 doğrudur. Üstəgəl qoyaq. 3 dənə cingiltili var. G samitinin kar qarşılığı X-dir. Sözdə X varmı? Uşaq canlıda X var. Açıq aşkarda X yoxdur. Deməli 2 səhvdir. Açıq saitlərin sayı qapalı saitlərin sayından çoxdur. Açıq saitlər A 2 dənədir. Uşaq canlıda isə U 2 dənədir. Deməli çox deyil, bərabərdir. Bu uyğun gəlmir. Daha sonra deyilişi ilə yazışı arasında 2 fərqli məqam var. Bəli, G X-yə keçir 1 fərqli məqam, L N-ə keçir 2 fərqli məqam. Doğrudur. G G-yə keçir 1 fərqli məqam, K C-yə keçir 2 fərqli məqam. 4 də doğrudur. Yanaşı işlənən kar cingiltili samitlər var. Deməli, X, C kar cingiltili, Ş, C kar cingiltili. Bu doğru fikirdir. Kar qarşılığı olan bir samit işlənib. Deməli, uşaq canlıda kar qarşılığı olan bir dənə C var. Kar qarşılığı olan. Deməli, burada Ş özü kardır, X özü kardır, N-nin qarşılığı yoxdur. Burada bir dənə C-nin qarşılığı var. Açıq aşkarda G-nin də qarşılığı var, C-nin də qarşılığı var. 2 dənədir. Deməli, bu uyğun gəlmir. Burada səhvlərimiz oldu. 2, 3, 6 cavab D variantı. Davam edirik növbəti sualdan. Yanlış fikir istəyir bizdən. Əvəzliyin bir məna növündən istifadə edilmişdir. Yerimək öyrətdiyin tutub əlimdən, dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincə sən burada şəxs əvəzliyidir. Bir dənə gərək öyrədəydin yıxılmamağı. Bəli, bu doğrudur. Yalnız qrammatik mənası olan bir söz işlənmişdir. Bəli, burada gərək bir dənədir, doğrudur. Yönlük halda işlənmiş söz mənsubiyə şəkilçilidir. Balana yönlük haldır. Balada sənin balan, balana. Bu mənsubiyyətdirmi? Bəli. İkinci misrada işlənmiş isimlər təsirli haldadır. Dolaşdım aranı, aran, aranı. Dolaşdım dağı, dağ, dağı. Təsirli haldadırmı? Bəli. Təsriflənən feillərin hamısı xəbər şəklindədir. Xeyr, öyrədəydin, kaş öyrədə idin, bu arzu şəklidir. Ona görə səhvdir, cavab Y variantı. Cərgələrin birindəki sözlər kök 2 leksik sxeminə uyğundur. Oxşarlıq bərkitmək, bəli, bu doğru deyil. Oxşarlığın kökü oxşamaq feilidir. Oxşamaqdan oxşar, oxşarlıq yaranır. Bərkitmək, sözün kökü bərk, bərkdən bərkimək, bərkitmək. 2 leksik var. A bəndi düzgün cavabdır. Dahiyanədə bir leksik var. Doğru təhlil olunub. Genəldir sözü gendən genəlmək, genəltmək, genəldir. Qrammatik var. Yüksəklikdəki yüksək, yüksəklikdəki. Bəli, genəldirə görə C olmaz. Peşəkarcasına, karcasına 2 leksik var. Düzdür. Küskündürdə dür qrammatikdir, uyğun deyil. Burada dahiyanə uyğun deyil. Tanışlıqda tanımaqdan tanış, tanışlıq 2 leksik var. İşlətdiksə burada dikcə qrammatikdir, uyğun deyil. Cavab A bəndi. Hansı cümlədə feili sifət tərkibi işlənib? Ahəstə süzən qartal anidən şikarına tərəf şığıdı. Nə qartal? Hansı qartal? Ahəstə süzən. Feili sifət tərkibi var. Bəli, A bəndi düzdür. Ev sahibləri gələn qonaqları mehribanlıqla qarşıladı. Kim? Ev sahibləri. Hansı qonaqları gələn? Burada sadəcə feili sifət var. Tərkibi yoxdur. Asif yazılmış məktubu qatlayıb zərfə qoydu. Kim? Asif. Hansı məktubu? Burada fikir verirsə, artıq Asif müstəqil mübtədə olduğuna görə feil sifət tərkibindən söhbət edə bilməz. Yaşıllaşan ağaclar göz oxşuyurdu. Hansı ağaclar yaşıllaşan? Yenə feil sifət var, amma tərkibi yoxdur. Dostum, vergül var, burada xitabdır. Dostum, oxuyan məqsədinə çatar. Kim oxuyan? Burada feil sifət var, amma tərkibi yoxdur. Cavab A variantı. Uyğunsuzluğu müəyyən edin. Vasitəsiz nitqli cümlə, durğu işarələri buraxılıb və həmin nitqli cümlənin sxemi. Mən buradayam komandir, cəld dilləndim, bura gələ bilərsinizmi? Burada deməli, vasitəsiz nitqlə başlayır. Mən buradayam, dırnağı qoyuram, vasitəsiz nitqlə başlayıram. Cəld dilləndim, vergül tre, cəld dilləndim, bu müəllif. Bura gələ bilərsinizmi? Bu da vasitəsiz nitqdir. Vergül tre, vasitəsiz nitqi yazıram, dırnaqları qoyuram və burada sonda sual işarəsi qoyub dırnağı bağlayıram. Bu doğrudur.
Bəli dedi. Bir dəfə yerli bələdçilərlə qoruğa getmişik. Bəli dedi. Bəli, bir dəfə yerli qonaqçılarla, bələdçilərlə. Deməli, deddən əvvəl vergül tire, deddən sonra vergül tire. Bura dırnağı açıram, dırnağı bağlayıram dedikdə. Deməli, dırnağı açdım və vergül tire müəllif, vergül tire vasitəsiz nitq, dırnağı bağladıq. Bu formada olmalıdır. Baxın, yanlış verilib. Deməli, cavab B-dir. Kapitan səmimiyyətlə dedi. Sizi təbrik edirəm, leytenant. Deməli, burada deddən sonra qoşa nöqtə və dırnaq olur. Dırnaq burada bağlanılır. Yox, leytenant xitabdır. Burada vergül qoyulur, burada dırnaq bağlanılır. Deməli, müəllifi qoyduq, qoşa nöqtə, dırnağı açdıq, vasitəsiz nitq və dırnağı bağlayırıq. Doğrudur bu. Qarı biraz düşünüb, yaxşı, qərar sənindir dedi. Bu qarı biraz düşünüb müəllifdir. Qoşa nöqtə qoyuruq, burada dırnaq açırıq, vasitəsiz nitq dedi. Vergül tire, burada fikir bitir, deməli dırnaq bağlanmalıdır. Yəni, müəllif, qoşa nöqtə, dırnaq açdıq, vasitəsiz nitq, dırnağı bağladıq, vergül tire, müəllif. Bu formada doğrudur. Biz demək olar ki, çatmışıq deyə Səlim gülümsədi. Bunu Səlim deyib, deməli bu vasitəsiz nitq dırnaqla başlayıram. Demək olar ki, çatmışıq, dırnağı bağlayıram. Dırnaq, vasitəsiz nitq, vergül tire, müəllif. Bu formada olacaq, bəli, doğrudur. Biri mürəkkəb addır, Günəbaxan, ədəbiyyat müəllimi, Novruz bayramı, Gülyaz, Dəvəquşu. Təbii ki, burada bayramın adı var, Novruz bayramı. Bu mürəkkəb addır. Nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməni aldım. Nə etdim aldım? Kim? Mən aldım. İbtida məndir burada, amma buraxılıb. Nəhayət ara sözdür, təhlil olunmur. Hərbi xidməti başa vurduqdan sonra nə zaman? Hərbi xidməti başa vurduqdan sonra zəfli idi, şagird doğru işləyib. Nəyi aldım? Şəhadətnaməmi. Haradan? Gimnaziyadan. Bəli, zərfli tamamlıq xəbər sxemi var. Cavab tamamilə doğrudur. C variantı olacaq. Dəyərli izləyicilər, kanala abunə olun. Bu sırf olaraq qayda suallarını izah edir. Növbəti videoda mətn tapşırıqlarının da izahları paylaşılacaq.